Zaur, heç bilirsən bu nə musiqidir? Yox. Chopin'in prelüdiyasıdır. Mən olmayanda birdən bu musiqini eşitsən, dərhal hər şey yadına düşəcək. Leningrad, bu görüşümüz. Yenə başladın. Biz heç vaxt ayrılmayacaq. Hə, əlbəttə. Amma bilirsən Zaur, həyatdır, hər şey ola bilər. Yəqin ki, haçınsa rastına başqa qadınlar da çıxacaq. Mütləq çıxacaq. Ancaq sən mənə inan, heç kəslə bu cür olmayacaq. Ola bilməz ki, hər şey bax beləcə təkrar olsun. Film 1993-cü ildə yazıcı Anarın 5 mərtəbəli evin 6-cı mərtəbəsi roman əsasında ekranlaşdırılıb. Quruluşçu rejissor Rasim Ocağov, quruluşçu operator Kənan Məmmədov, bəstəkar Emin Sabitoğlu, filmin direktoru Nadir Əliyev olub. Filmdə küçələrə su səpmişəm xalq mahnısından, həmçinin Frederic Chopin'in musiqisindən istifadə edilib. Rafiq Babayevin instrumental ansamblının ifası yer alıb. Əlvida mahnısını Rafiq Babayev ifa edir. Rollarda Fəxrəddin Manafov, Meral Konrad, Zərnicar Ağakişiyeva, Həsən Məmmədov, Həsən Ağa Turabov və başqaları çəkilib. Zaur, yəni doğrudan da sən heç nə başa düşmürsən. Doğrudan da başa düşmürsən ki, bu bizim axırıncı görüşümüzdür. Film iki gəncin alovlu məhəbbətinin uğursuz sonluğundan bəhs edir. Fəxrəddin Manafov və Meral Konrad filmdə o qədər canlı oynayırlar ki, hətta insanlar onların gerçək həyatda da sevgili olduğunu düşünürdü. Lakin sonralar açıqlama verən cütlük bunun sadəcə şayi olduğunu bildirdilər. Film boyu Rasim Ocağov emosiyaları çox gözəl duyur və onları ötürə bilirdi. Elə anlar olurdu ki, rejissor hər şeyin necə çəkiləcəyini açıq-aydın təsvir edirdi. Gəl öp məni Zaur. Axırıncı dəfə səndən olmaq istəyirəm. Təxminə tamaşa olaraq Azərbaycan Dövlət Dram Teatrının səhnəsində dəfələrlə oynanılmışdı. Dövlət xətti ilə çəkilən filmin çəkilişləri təxminən 1 ildən çox vaxt aparır. Arada yaranan maliyyə problemləri çəkiliş vaxtının uzanmasına səbəb olur. Hər filmdə olduğu kimi çəkilən, lakin efirə getməyən kadrlar çox olur. Filmdə Zaurun valideynlərinin təxminənin ünvanına söyüş işlətdikləri epizod var. Ata rolunu oynayan Həsən Məmmədov bu söyüşü işlətməmək üçün rejissordan çox xahiş edir. Amma Rasim Ocağov razı olmur. Mən gedirəm. Mənim haqqında kim nə deyir qoy desin. Onda rədd ol! Rədd ol qəhvənin yanına! Təxminənin mübarizədən əl çəkməsinin başlıca səbəbi övladının olmamasıdır. Təxminə hər şeyi adlayıb keçərdi. Təkcə Zaurun xoşbəxtliyindən başqa. O başa düşürdü ki, qadın kimi Zauru bəlkə də dünyaları bəxş edə bilər. Ancaq heç vaxt ona övlad verə bilməyəcək. Mənəm. Danışa bilirsən. Hə, Nə olub? Niyə səsləmərin çıxmır? Bilmirsən ki, mən sənə zəng eləyə bilmirəm. sonra Zaur, mən sənə hər şeyi başa salaram. Haçan görüşürük? Mən özüm sənə zəng elərəm. Haçan? Hələ bilmirəm, heç neçə gündən sonra. Niyə axı? Sonra Zaur, sonra hər şeyi deyərəm. Amma mənə zəng eləmə. 3-4 gün, bəlkə bir həftə. Belə lazımdır. Sevirsən məni? Hə, öpürəm. Çəkilişlər əsasən Bakıda pavilyonda aparılıb. Fəxrəddinin nişanlı dövrü, səyahətə getmələri, atasının onun üçün maşın alması Türkiyədə çəkilib. Filmdə Zivərgilin evi pavilyonda qurulmuş ev idi. Yəni ev tikilir sırf çəkiliş üçün. Bu zaman divarlar tikilir, yuxarıdan işıqlar qoyulurdu. Alo? Ay uçma artıq şortu. Nə oldu? Hələ soyumamısan? Əvvəl-axır sən nə vaxt bu uşağı buraxacaqsın yanından? Ciyərin yansın sənin. Filmdə əvvəlcə Zaur rolunu başqa aktyor oynayır. Həmin aktyor artıq filmin yarısına dək çəkilməsinə baxmayaraq Meral Konrad tərəf müqabilindən narazı qalır. Aktyor Meral Konradda heç bir emosiya oyatmadığından çox narahat olur. Bir həftə sonra aktrisa İstanbula qayıdır. O zaman rejissor ona zəng edir və bildirir ki, filmi başdan çəkməyə başlayacaq və Zaur rolunu da Fəxrəddin Manafov oynayacaq. Fəxrəddin Manafovun yaradıcılığına yaxından bələd olan aktrisa geri qayıdır. Kişi məlakəni fahişəyə çevirən deyil. Kişi fahişəni məlakiyə çevirəndir.
Mən bunu bacarmadım. Elə isə rədd ol buradan get. Anan səni gözləyir, alçaq. Mərhum Rafiq Babayev bu filmə özəl olaraq əlvida mahnısını yazıb. Görüşdük nə çətin, ayrıldıq nə asan. Bu ürəkdən gələn sözlərdir və bu sözlərdə Zaurun fikirləri, onun daxili aləmi hiss olunur. Təxminəni qazanmaq ona necə çətin olmuşdu və necə asanlıqla o təxminədən ayrıldı. O evləndi və rahat şəkildə yaşamağa davam etdi. Zaur, heyf ki doğa bilmirəm. Əgər bacarsaydım sənə bir oğlan doğardım ki. Nə o saat qorxdun? Zarafat eləyirəm. Sənə dedim axı bacarmıram. Həkimlər deyiblər ki, sənin heç vaxt uşağın olmayacaq.